Salam, mən pedaqoq Pərvin Feyziyeva. Bugün sizlərə uşaqlarda oxuyub anlama bacarıqlarına elmi yanaşma və effektiv metodlardan danışmaq istəyirəm. Bildiyimiz kimi oxuyub anlama təkcə səsli və səssiz formada uşaqların mətn oxuması deyil. Yəni uşaqlar hərfi tanıyır, sözləri, hecaları birləşdirib söz yaradıb oxuyurlar, amma çox zaman bunun mənasını dərk etmirlər. Ona görə də bizim əsas təmənnimiz odur ki, uşaq oxuduğu sözün və yaxud da mətnin mənasını dərk eləsin və bundan bir nəticə çıxarda bilsin. Oxuyub anlama uşağın təkcə təhsil həyatında deyil, həmçinin onun kritik zamanlarda problemli məsələləri həll etmək üçün verəcəyi qərarlarda da özünü çox göstərir. Tədqiqatlar göstərir ki, oxuyub anlamanın iki əsas komponenti var ki, bu uşaqda aktiv nitqi formalaşdırır, aktiv öyrənməni formalaşdırır və uşaq oxuduğunu zamanla anlamağa başlayır. Bunlar nədir? Birincisi dekodlaşdırmadır. Dekodlaşdırma düzgün tələffüz və sözləri anlamaqdır. Biz kiçik yaşlardan uşaqlara bunu öyrədirik. Hər hansı bir figurlarla, heyvanların figurları ilə, əşyalarla və yaxud da kitab oxuyuruqsa, orada tanımadığı, bilmədiyi sözləri göstərib, şəkillərlə göstərib, sözü düzgün tələffüz etdirməklə uşağa bunun mənasını izah edirik. Bu zaman uşağın artıq yaddaşında həmin sözlər zamanla təkrarlandıqca daha da oturmuş olur və uşaq sabahları hər hansı bir mətndəmi və yaxud da ki, kitabdamı və yaxud da hər hansı bir ekranda bu sözü görəndə, oxuduğu zaman onun mənasını anlamağa başlayır. İkinci isə dildə anlayışdır. Bu artıq bizim sözdən çıxıb mətnə, cümləyə odaqlanmağımızdır ki, hansı ki bu zaman uşaq oxuduğu cümləni və yaxud da mətni anlaya bilir, artıq onu dərk edə bilir. Məsələn, deyək ki, nənəm yemək bişirir. Burada uşaq bunu oxuyur, amma soruşanda sadəcə nənəm yemək bişirir deyir, amma oxuduğunu anlamır. Və yaxud da ki, bunu şəkilli bir məsələn, cümləni oxuyub bir şəkli ilə birləşdirməmizi istəyəndə bunu yerinə yetirə bilmir. Problem isə buradan qaynaqlanır. Ona görə də burada əsasən anlama bərabərdir dekodlaşdırma, üstəgəl dildə anlayış. Yəni artıq uşaq həm tələffüzünü bildiyi sözləri anlayır, həm də mətndə oxuduğunu anladığına görə, yəni cümləni tam olaraq anlayıb orada nəticə çıxartdığına görə oxuyub anlama prosesi artıq uğurla tamamlanmış sayılır. Oxuyub anlamanı inkişaf etdirən metodların ən başlıcası söz ehtiyatının artmasıdır. Buna da biz necə nail ola bilərik? Əsasən oxuyub anlamada bayaqlarda sizə izah etdiyim kimi ilk öncə uşağa kiçik yaşlarından başlayaraq çoxlu nağıl kitabları oxunmalıdır. Zamanla bu daha da artmalıdır. Hər gün uşağın yuxu zamanı və yaxud da evdə istirahət zamanı oxunan kitablarda tapılan sözlər, şəkillər onun söz ehtiyatını daha da artırmağa səbəb olur. Bundan əlavə olaraq uşaqla gündəlik ünsiyyət, dialoqlar uşağın anlamasını, söz artımını da daha da artırır. Necə ki, siz burada dialoq qurursunuz uşaqla və uşaq həmin zamanda dinləyərək sizdən aldığı məlumata cavab verir. Burada həmçinin də dinləyib qavrama da əsas rol oynayır. Gəlin baxaq, burada siz nə edə bilərsiniz? Hər gün kitab oxuya bilərsiniz, hər gün dialoq qura bilərsiniz və yaxud da nağıl kartlarından istifadə edə bilərsiniz ki, uşaqlar məsələn, siz nağıl danışandan sonra o nağılı ardıcıllaşdırsınlar. Və yaxud da siz hər günə günün sözü oyununu seçə bilərsiniz. Bir söz seçib onun üstündə işləyə bilərsiniz ki, hansı ki bu uşağın tam olaraq yadında qalmır və yaxud da bunu tam olaraq anlamır. Biraz daha irəli səviyyəli oxuyub anlamada və yaxud da dinləyib anlaması zəif olan uşaqlarla günə bir sözdən 5 sözə qədər söz seçib onu təhlil edə bilərsiniz gün ərzində. Bir də aktiv sual-cavab mütləqdir burada. İkinci olaraq isə yenə də bunu təkrarlamaq istəyirəm ki, oxuyub anlamanın təməlini dinləyib anlama təşkil edir. Burada dinlədiyini qavrayır və oxumadan əvvəl sizinlə və yaxud da müəllimi ilə və yaxud da digər bir uşaqla danışıq zamanı uşaq dinlədiyinə düzgün cavab verməlidir və bu artıq düzgün cavab vermirsə dinləyib anlamanın pozulmasına gətirib çıxardır. Burada əsas metod siz onunla danışarkən və yaxud da onun nağıl oxuyarkən, bir məsələ haqqında danışarkən suallar verirsiniz. Kim, harda, necə, nə zaman, nə oldu? Bu formada uşağın dinləyib qavramasını, dinləyib anlamasını aktivləşdirə bilərsiniz. Digər effektiv metodumuz isə uşaq düzgün tələffüz etdiyi sözlərdən sonra həmin sözlərlə şəkilləri və yaxud da əşyaları birləşdirməlidir. Necə ki, burada ilk olaraq sözlərdən başlayırıq, sonra cümləyə keçəcəyik. Sözlərdə, məsələn, yazırsınız və yaxud da ilk olaraq dinləmə bacarığı zəifdirsə, siz deyirsiniz, o şəkillərlə, kartlarla və yaxud da figurlarla, heyvanların figurları ilə tapıb birləşdirir. Sizin dediyinizi sizə cavabını həmin o əşyalarla vizual olaraq göstərməyə çalışır. İkincisi isə əgər normal formada oxuma bacarığı olan bir uşaqdırsa, bu zaman uşaq yazırıq sözləri kartlara və yaxud da kağıza, orada oxuyur, şəkillə, yenə də figurla və yaxud da hər hansı bir əşya ilə onu birləşdirir. Üçüncüdə isə uşaqlarda əsasən burada mətn oxuma zamanı anlamanın zəifliyini biz aradan qaldırmaq üçün mətni yazırıq, uşaq oxuyur və onun hərəkətli kartlarla da ola bilər və yaxud da sizin özünüzün çap etdiyiniz şəkillərlə də birləşdirə bilər. Məsələn, oğlan dondurma yeyir. Burada uşaq bunu oxuyur və şəkildə tapmalıdır ki, oğlan dondurma yeyir. Bu hansı şəkildir və yaxud da qız rəsm çəkir. Bunu artıq uşaq bilirsə, demək ki, oxuyub anlamada da, ya mətndə, cümlədə də bunu effektiv formada istifadə edə bilir. Digər yöndən isə uşaq oxuduğu
sözün və yaxud da oxuduğu bir cümlənin şəklini çəkməlidir. Şəklini çəkən zaman uşaq orada vizuallaşdırma edir və beləcə anladığını tam olaraq vərəqə köçürdə bilir. Bu qədər. Ümid edirəm ki, bu sizin üçün faydalı oldu. Təşəkkür edirəm.